Hər şey könül bağlayanda deyirəm, bunun müddəti nə qədərdir? Az demənlidir. Ona deyək, bağlansan sonra qopmaq çətin olacaq problem. Bunun müddəti nə qədərdir? Bu sualı verəcək. Bağlanıb sonra qopma da, bağlanma əvvəldən. Çünki qopma ağırlı bir prosesdir. Bir şey desən ki, bu aradan gedəcəklə vəssalam, mənlik deyil. Sən sağ, mən salamat. Mən səndən istifadə edəcəm, bəhrələnəcəm, amma sən nəsən ki, məsələn, könül bağlı. Həqarət gözü ilə adam baxsın müvəqqəti şeylərə. İnsana yox ha, insana şəxsiyyət cəhətdən hörmət eləsin. Amma bağlanmaq baxımından elə insana da. Elə insana da bağlanmaq cəhətindən elə yanaşsın. Ona həyat çox xoş olur. Həyat çox ləzzətli olur. Adamlar elə bir ki, dünyanı sevəndə həyat gözəl olur. Əksinə, dünyanı sevən adam, könül bağlayan adam, müvəqqəti şeylərə bağlanan adamın həyatı necə xoş keçə bilər. Əksinə, həmişə stres içində. Ay birdən əlimdən çıxar, əldən çıxdı.